Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə bərabər maddə miqdarı mol mövzusuna yeni əlavə edilmiş ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxacağıq. İlk sualımız belədir. Qaz qarışığının tərkibi SO2 və CH4-dən ibarətdir. Qazların kütləsi hər ikisi AA-dır, yəni bir-birinə bərabərdir. Qaz qarışığının orta molyar kütləsini bizim tapmağımızı istəyir. Maddələrin burada emirləri bizim üçün verilibdir. SO2'nin emiri 64'e bərabərdir, metanın emiri 16'ya bərabərdir. Bu qazların mol nisbətlərini elə götürməliyik ki, kütlələr bir-birinə bərabər olsun. SO2'nin mol miqdarını 1 mol götürərik. 1 mol SO2'nin kütləsi 64'e bərabərdir. O zaman metanı da 4 mol götürməliyik ki, 4 molunun kütləsi 64 qrama bərabər olsun. Deməli, mol nisbətlərimizi tapdıq 1-in 4-ə nisbətində. Bizdən M ortanı istəyir. M ortanı hesablayanda uşaqlar mol miqdarı ilə əlaqəli düsturdan istifadə edirik. Nü1 vurulsun M1, üstəgəl Nü2 vurulsun M2, bölünsün molların, yəni Nü1 ilə Nü2-nin cəminə. 1 mol SO2 qazımız var, 1 vurulsun 64, üstəgəl 4 mol metan qazımız var, 4 vurulsun 16, bölürük molların cəminə. Yuxarıda edir 128, aşağıda edir 5. Doğru cavabımız olacaq 25,6'ya bərabər. Bu bizim ilk ifadəmizin doğru cavabıdır. İkinci ifadəmizdə bizə deyir ki, qaz qarışığında metanın mol payını hesablayın. Uşaqlar, cəm qaz qarışığımızın mol miqdarı 5 mola bərabərdir. 1 mol SO2 var, 4 mol metan var. Bizə deyir ki, metanın mol payını faizlə hesablayın. Metanın mol miqdarını böləcəyik cəm qazların mol miqdarına, vuracağıq 100%. Doğru cavabımız da olacaq 80%-ə bərabər. Bu da bizim ikinci ifadəmizin düzgün cavabıdır. Keçid alaq ikinci suala. 4 mol amonyakın qızdırılması zamanı onun 20%-i parçalanmışdır. Alınan qaz qarışığının ümumi mol sayını və alınan azotun kütləsini hesablayın. Uşaqlar, bizə 4 mol amonyak verir. 4 mol amonyakın hamısı deyil, 20%-i parçalanır. Burada reaksiyanı sizin üçün yazıb əmsallaşdırmışam. 4'ün də 20%-i nə qədər edir? 0,8 mol edir, düzdürmü? Yəni 4 mol amonyak qazımız var. Bunun cəmi 20%-i parçalanır. 4'dən 0,8 molu çıxıram. Yazıram ki, 3,2 mol amonyak artıq qalır. Bu bizə birazdan lazım olacaq. Yəni bizə verilən 4 molun 20%-i reaksiyaya daxil olur. Yerdə qalan 3,2 molu isə artıq şəkildə qabın içində qalır. Alınan qaz qarışığının ümumi mol sayını tap deyəndə biz birinci növbədə yeni yaranan qazları tapacağıq. 2 mol amonyak reaksiyaya daxil olanda 1 mol azotla 3 mol hidrogen cəmi 4 mol qaz qarışığı əmələ gəlir. Bəs 0,8 mol amonyakdan nə qədər qaz qarışığı əmələ gələcək? Buradan uşaqlar x-imizi hesablayacağıq. X-imiz nəyə bərabər çıxacaq? 1,6'ya bərabər x bərabərdir 1,6 mola. Biz nəyi tapdıq? 0,8 mol amonyak reaksiyaya daxil olanda 1,6 mol cəmi qazlar qarışığı əmələ gəlir. Nə zaman ki sual sizə belə verilsə ki, qabda olan ümumi mol cəmini tapın, o zaman yeni yarananı da nəzərə alacaqsınız. Başlanğıc maddəmizin artığını da nəzərə alacaqsınız. 1,6 mol yeni qaz yarandı, qaz qarışığı. 3,2 mol amonyak artıq qaldı. Cəm qazlarımızın mol miqdarı, qabda olan qaz qarışığının mol miqdarı 4,8 mola bərabərdir. Bu bizim ilk ifadəmizin doğru cavabıdır. Daha sonra isə bizə deyir ki, ikinci ifadəmizdə alınan azotun kütləsini tapın. Uşaqlar, burada 2 mol amonyak parçalananda 1 mol, yəni 28 qram azot əmələ gəlir. 2 mol amonyak parçalananda 28 qram azot əmələ gəlir. 0,8 mol amonyak parçalananda neçə qram azot əmələ gələcək? Buradan da x-imiz bərabər olur 11,2 qrama. Bu da bizim olur ikinci ifadəmizin doğru cavabı. Keçid alaq üçüncü suala. Üçüncü sualda bizə hazır bir reaksiya verir. Əmsallaşdırılmış bir reaksiyadır. Deyir, bu reaksiyaya əsasən X qazının kimyəvi formulunu müəyyən edin. Uşaqlar, solda və sağda, bax burada əmsalı indeksə vuranda 26 ədəd oksigenimiz var, düzdürmü?
Həmçinin də sağda 8 vur 2, 16, 10 vur 1, 10, cəm edəndə yenə edir 26. Oksigenlərin sayı bir-birinə bərabərdir solda və sağda. Bu o deməkdir ki, X qazının tərkibində oksigen yoxdur. X-in tərkibində əmsalı 2-dir, tərkibində yalnız və yalnız karbon və hidrogen elementləri var. 8-i 1-ə vuranda sağda 8 dənə karbonumuz var. O zaman karbonun indeksinə 4 düşməlidir ki, əmsalını indeksinə vuranda say 8-ə bərabər olsun. Onu 2-yə vuranda 20 hidrogenimiz var. O zaman hidrogenin indeksinə də 1, 10 düşməlidir. Deməli, biz X qazının kimyəvi formulunu artıq müəyyən etdik. X-in kimyəvi formulu olacaq C4H10-a bərabər. Bu bizim ilk ifadəmizin cavabıdır. Daha sonra deyir ki, bu qazın havaya görə nisbi sıxlığını müəyyən edin. D hava bərabərdir. Qazın emerini ayirlərdən istifadə edərək hesablaya bilərsiniz. C4H10 qazının emeri olur 58-ə bərabər. Havanın emi ortası da 29-a bərabərdir. Deməli, havaya görə bu qazın nisbi sıxlığı 2-yə bərabər olacaq. Keçid alaq 4-cü suala. Bizə bir qrafik verir. Bu qrafik kütlənin zamandan asılılıq qrafikidir. Bizə məlumatları qrafikdə verir. Deyir, qrafikə əsasən kimyəvi reaksiyanın tənliyini tərtib edin. X-i müəyyən edin. Uşaqlar, ümumiyyətlə yadınızda qalsın. Qrafikdə üzü yuxarıdan aşağıya doğru gedən maddə reaksiyaya sərf olunan maddədir. Məsələn, A-ya fikir verin. 12-dən başlayıb 6-da dayanıbdır. Yəni, ümumiyyətlə üzü aşağıya doğru gedir. Həmçinin B-yə fikir verin. 10-da başlayıbdır, 0-da dayanıbdır. Üzü aşağıya doğru gedir. Bunlar reaksiyaya daxil olan maddələrdir. 0-dan başlayıb üzü yuxarıya doğru gedən maddələri isə reaksiya nəticəsində alınan maddələrdir. Üzü aşağıya doğru gedənlər sərf olunan maddələrdir, yəni ilkin maddələrdir. Üzü yuxarıya doğru gedənlər isə alınan maddələrdir. Deməli, bu reaksiyada A və B reaksiyaya daxil olur. Yekun nəticədə C və D əmələ gəlir. İndi A-ya baxaq uşaqlar. A 12-dən başlayıbdır, 6-da dayanıbdır. Bu dayandığı miqdar onun qalıq miqdarını bildirir də. Aradakı fərq 6-ya bərabərdir. Deməli, A 6 qram sərf olunubdur. B-yə baxsaq, 10-da başlayıbdır, 0-da dayanıbdır. Deməli, B 10 qram sərf olunubdur. Daha sonra D-yə baxın, 0-dan başlayıbdır, 12-də dayanıbdır. D 12 qram əmələ gəlibdir. C isə 0-da başlayıbdır, X-də dayanıbdır. X qram əmələ gəlibdir. Maddələrin sərfiyyatlarını üzərində qeyd etdik. Belə bir qaydamız var. Reaksiyaya daxil olan maddələrin kütlələrinin cəmi reaksiya nəticəsində alınan maddələrin kütlələrinin cəminə bərabərdir. 6 plus 10 bərabərdir X üstə gələk 12-yə. Bu zaman alırıq X-imiz bərabərdir 4-ə. Deməli, C maddəsinin əmələ gəlmə miqdarı 4 qrama bərabərdir. Uşaqlar, keçid alaq 5-ci suala. Cədvəlin içində bizə verilən məlumatlara fikir verin. NO2 qazının kütləsi 9,2 qram bizə verilibdir. X qazının da kütləsi 4,8 qram verilibdir. Və deyir ki, qarışıqdakı molekulların sayı 3,1 vurulsun 10^23-ə bərabərdir. Birinci gəlin bunu mola çevirək. Bu rəqəmi 6,2 vurulsun 10^23-ə böləndə biz mola çevirmiş oluruq. Mol da edir 0,5 mola bərabər. Deməli, toplam mənim qabımın içərisində 2 qazın bir yerdə mol miqdarı 0,5-ə bərabərdir. Bu maddənin emerini ayirlərdən istifadə edərək tapa bilərsiniz, 46-ya bərabərdir. 9,2 qram qabımızda da NO2 var. Gəlin bunun mol miqdarını tapaq. Nü bərabərdir balaca M bölünsün böyük M. 9,2-ni 46-ya böldüyümüz zaman doğru cavabımız olacaq 0,2 mola bərabər. Deməli, NO2 qazı bizim qabımızda 0,2 mol var. Cəm mol miqdarı da 0,5-ə bərabərdir. 0,5-dən 0,2-ni çıxanda X-in mol miqdarı da 0,3-ə bərabər olur. Yəni, mən birinci ayrı-ayrılıqda maddələrimin mol miqdarlarını tapdım. İndi uşaqlar, baxın, 0,3 mol X qazımız 4,8 qramdır. Bizə deyir ki, X qazının molyar kütləsini tapın, yəni 1 molunun çəkisini tapın. Tənasüb quracağım, 0,3 mol X qazı əgər 4,8 qramdırsa, bəs 1 mol X qazının kütləsi neçə qrama bərabərdir? Buradan X-in qiymətini alıram 16-ya bərabər. Deməli, bu maddənin emeri 16-ya bərabərdir. Daha sonra bizə deyir ki, qarışığın orta molyar kütləsini tapın. M orta bərabərdir
nü1 vurulsun m1 üstə gələk nü2 vurulsun m2 bölünsün nü1 ilə nü2-nin cəminə. Bu düsturdan istifadə edirəm. M orta bərabərdir. Uşaqlar, bu 0.2-ni 46-ya vurub, həmçinin 0.3-ü 16-ya vura bilərsiniz. Və yaxud da onları vurmaq əvəzinə direkt bu rəqəmlərdən istifadə edə bilərsiniz. 9.2 bunun çəkisidir NO2-nin. 4.8 də metanın, metan deməyək də, yəni 16 aldıq. Bu indi metan qazı da ola bilər, fərqli bir qaz da ola bilər. CH4-ün emeri 16-ya bərabərdir deyə direkt elə ağlıma metan gəldi. Yəni 9.2 plus 4.8-i surətdə yazırsınız. Məxrəcdə molların cəmini 0.2 ilə 0.3-ü cəmləyib 0.5 deyə burada qeyd edə bilərsiniz. Yuxarıdan nə qədər alınır? 14. Aşağıdan da alınır 0.5. Doğru cavabımız da buradan edir 28-ə bərabər. Deməli, qarışığın M ortası da 28-ə bərabər olacaq. Keçək 6-cı suala. Bizə deyir ki, hidrogen və oksigen qaz qarışığı verilib, bunların mol miqdarları verilib, orta molyar kütləni A ilə ifadə eləyir. Bizə deyir A-nı tapın və bu qarışığın hidrogenə görə sıxlığını hesablayın. Uşaqlar, hər hansı bir maddənin hidrogenə görə, havaya görə, nəyəsə görə nisbi sıxlığını hesablamaq üçün onsuz da biz ilk növbədə onun M ortasını tapmalıyıq. Hidrogenin emeri 2-yə bərabərdir, oksigenin emeri 32-yə bərabərdir. Ayirlərdən istifadə edərək bunu rahatlıqla siz özünüz hesablaya bilərsiniz. M orta bərabərdir nü1 vurulsun m1 üstə gələk nü2 vurulsun m2 bölürəm nü1 ilə nü2-nin cəminə. Gəlin hesablayaq. 2 mol hidrogenimiz var. Hidrogenin emeri 2-yə bərabərdir. 3 mol oksigenimiz var. Oksigenin emeri 32-yə bərabərdir. Cəm molların miqdarları 5-ə bərabərdir. Yuxarıda alınır 4, 96, 100. Aşağıda 5. Doğru cavabımız olur 20-yə bərabər. Yəni M orta 20-yə bərabər olur. M ortanı da A ilə ifadə edir. A-nın qiymətinin 20 olduğunu tapdıq. Daha sonra bizə deyir ki, bu qarışığın hidrogenə görə nisbi sıxlığını hesabla. DH2 bərabərdir. M ortanı, yəni 20-ni hidrogenin emerinə, yəni 2-yə bölürük. Doğru cavabımız olur 10-a bərabər. Uşaqlar, keçək 7-ci suala. 7-ci sualda bizə X2O5 verir. Deyir, bir molekulunun kütləsi 142 bölünsün Na-ya bərabərdir. Maddənin nisbi molekul kütləsini siz tapın. Mən dərs boyunca bunu sizə izah eləmişəm. Hər hansı bir maddənin bir molekulunun kütləsini tapmaq üçün onun emerini Na-ya bölmək lazımdır. Yəni, avtomatik buradan başa düşürəm ki, maddənin emeri, yəni nisbi molekul kütləsi nəyə bərabər olur? 142-yə bərabər olur. Bunu tənasüb quraraq siz özünüz də tapa bilərsiniz. Bir molekulunun kütləsi əgər 142 bölünsün Na-ya bərabərdirsə, bəs Na molekulunun kütləsi neçə qrama bərabər olur? Onsuz da bu Na-lar ixtisar gedəcək. X-iniz olacaq 142-yə bərabər. Ürəyiniz istəyər tənasüb qurub tapa bilərsiniz. Ürəyiniz də istəyər mən dediyim qaydanı yadda saxlaya bilərsiniz ki, maddənin bir molekulunun kütləsini tapmaq üçün onun emerini Na-ya bölmək lazımdır. Burada da bir molekulunun kütləsinə əgər 142 bölünsün Na veribsə, o deməkdir ki, maddənin 1 molunun kütləsi, yəni onun nisbi molekul kütləsi 142-yə bərabərdir. İndi nə edəcəyik? Baxın, X2O5 maddəmizdir, düzdürmü? Biz nisbi molekul kütləsini tapdıq. İndi X-in ayerini tapmalıyıq. X elementinin nisbi atom kütləsini hesablamalıyıq biz. Burada uşaqlar sizə desəm ki, bu maddənin emerini necə ifadə etmək olar? Deyəcəksiniz ki, burada 2 dənə X var. X-in ayerini A deyə qəbul edirəm, yəni məchul formada işarə edirəm. Plus 5 dənə oksigenimiz var, hərəsi 16 qramdır. Cəbri cəm 142-yə bərabərdir. O zaman 2A bərabərdir 62-yə,
A da bərabər olacaq 31-ə. Burada da A var. Bu iki A-nı bir-biri ilə qarışdırmayaq. İndi mən burada X-in A yerinə A deyə ifadə etdim. Sizin ürəyiniz istəyər X deyə, ürəyiniz istəyər B deyə, Z deyə ifadə edə bilərsiniz. Yəni bu ifadədə göstərilən məchul X elementinin A yerini ifadə edir. Deməli 7-ci sualda doğru cavabımız ilk ifadəmizin doğru cavabı 142, ikincinin doğru cavabı isə 31-ə bərabər olacaq. Uşaqlar 8-ci sualda bizə H2 və T2 qazlarını verir. T-də biz bilirik ki, hidrogenin izotoplarından biridir, tritiumdur. Maddələrin emerlərini hesablayaq, kənarında yazaq. H2-nin emeri 2-yə, T2-nin emeri isə 6-ya bərabərdir. Ayirlərdən istifadə edərək emerləri hesabladıq, yazdıq. Bunların həcmləri V, V-dir. Və mən sizə belə bir qayda demişəm ki, əgər iki qazın həcmi bir-birinə bərabərdirsə normal şəraitdə, onların mol miqdarları da bir-birinə bərabərdir. Özümdən deyirəm, az sadəcə. Deyirəm 1 mol bu qazı götürərəm. 1 mol da bu qazı götürərəm. Yəni molları eynidir, həcmləri də bir-birinə bərabərdir. Bizə deyir ki, bu qaz qarışığının hidrogenə və helyuma görə nisbi sıxlığını hesabla. Gəlin birinci belə bir şey edək. Bunların hidrogenə və helyuma görə nisbi sıxlığını hesablamadan öncə ilk növbədə bu qazların M ortasını tapmalıyam mən. Yazıram, M orta bərabərdir. Nü1 vurulsun M1, üstəgəl Nü2 vurulsun M2, bölürəm Nü1 ilə Nü2-nin cəminə. Gəlin burada hesablayaq uşaqlar. Aşağıdan və buradan qeyd eləyirəm. 1 mol hidrogen qazımız var, 1 vurulsun 2, üstəgəl 1 mol T2 qazımız var, 1 vurulsun 6, bölürəm molların cəminə. Burada M ortanın qiymətini biz alırıq 4. Hidrogenə görə nisbi sıxlıq deyirsə, yazıram buradan DH2 bərabərdir. Qaz qarışığının M ortasını hidrogenin M yerinə bölürəm, alıram 2. Yəni A ifadəmizin cavabı 2-yə bərabərdir. Helyuma görə nisbi sıxlıq deyirsə, D helyuma görə nisbi sıxlığı hesablayanda qaz qarışığının M ortasını bölürəm helyumun çəkisinə. Bu da edir 1-ə bərabər. Deməli, B ifadəmizin də doğru cavabı olacaq 1-ə bərabər. Uşaqlar, 9-cu sualda bizə 2 dənə qaz verir. Deyir, hidrogen qazı vermişik sizə, bir də NH3 qazı vermişik. Bunların mol miqdarları nə qədərdir, mən bilmirəm. Bu qazlarda toplamda 26 mol proton, 14 Na, yəni 14 molda neytron var. Biz neytronu tapanda ayırdan protonu çıxırıq da, yəni sol yuxarıdan sol aşağını çıxırıq. Hidrogenda neytron olmur. Hidrogen neytronu 0-a bərabərdir. Deməli 14 mol neytron var deyirsə, bu yalnız azotun tərkibində olan neytrondur. 14-dən 7-ni çıxanda 1 mol azotda 7 mol neytron var. Toplam 14 mol neytronumuzun olması üçün bu maddəni 2 mol götürməliyik. Yəni 2-ni 7-yə vuranda bizə 14 molu versin. İndi amonyakın mol miqdarının neçə olduğunu biz təyin elədik, amma hidrogen qazının mol miqdarının neçə olduğunu biz bilmirik. İndi baxaq uşaqlar, 2 mol burada azot atomu var. 2 mol azot atomu var. 2-ni 3-ə vuranda 6 mol hidrogen atomu var. 2 mol azotda 2 vurulsun 7 mol proton var. 6 mol hidrogende də 6 vurulsun 1 mol proton var. Cəmi burada 20 Na qədər proton var. Amma bizə deyir ki, toplam qarışıqda 26 Na qədər proton olmalıdır. Deməli, uşaqlar 6 Na qədər proton da burada yerləşməlidir. Hər hidrogende 1 Na qədər proton var. Çünki hidrogenin proton sayı 1-ə bərabərdir. Deməli, burada cəmi 6 mol hidrogen olmalıdır. O zaman əmsalını 3 yazmalıyam ki, əmsalı indeksə vuranda mənə 6 mol protonu vermiş olsun. Həqiqətən də özünüz hesablasanız, 3-ü 2-yə vururam, 6 mol burada proton var. 2-ni vururam 7-yə, 14 mol burada etdi 20. 2-ni vururam 3-ə, 6 mol da burada edir 26 mol proton. Yəni 3 mol hidrogen qazının əmsalı oldu. 2 mol da amonyak qazının əmsalı oldu. İlk növbədə bizə deyir ki, qaz qarışığının orta molyar kütləsini hesablayan. Yenə yazıram, M orta bərabərdir Nü1 vurulsun M1, üstə gələk Nü2 vurulsun M2, bölünsün Nü1 ilə Nü2-nin cəminə. Qoyaq yerini hesablayaq. M orta bərabərdir
3 mol hidrogen qazımız var. Hidrogenin emeri 2-yə bərabərdir. Ayrılardan istifadə edərək özünüz emerləri hesablaya bilərsiniz. Üstəgəl 2 mol amonyak var. Amonyakın emeri 17-yə bərabərdir. Molların cəmi də oldu 5-ə bərabər. Uşaqlar, buradan hesablayanda 6, 40, 40-ı da 5-ə böləndə doğru cavabımız olur 8-ə bərabər. M orta oldu 8-ə bərabər. Bu bizim ilk ifadəmizin doğru cavabıdır. Bu qarışığın 1 moluna neçə mol metan əlavə olunmalıdır ki, alınan qaz qarışığının orta molyar kütləsi 14-ə bərabər olsun. Deməli, belə deyək də, M ortanı belə nəzərə alırıq. Bizim 1 mol qaz qarışığımız var və bunun M ortası 8-ə bərabərdir. Mən bunun üzərinə bilmirəm neçəsə mol metan əlavə etməliyəm. Metanın da emeri 16-ya bərabərdir və yekunda M orta 14-ə bərabər olmalıdır. Yenə uşaqlar, yuxarıdakı düsturdan istifadə edirik. Yazırıq ki, M orta bərabərdir. Nü1 vurulsun M1, üstəgəl Nü2 vurulsun M2, bölünsün molların cəminə, yəni Nü1 ilə Nü2-nin cəminə. Gəlin, baxaq, hesablayaq. 1 mol qaz qarışığım var idi, M ortası 8-ə bərabər idi, üstəgəl. Neçəsə mol metan gəlməliyəm, metanın emeri 16-ya bərabərdir. Yekunda mollar cəmi olacaq 1, üstəgələk x-ə bərabər. Və yekunda M orta 14-ə bərabər olmalıdır. Uşaqlar, buradan hesablayacaqsınız sadə riyazi yolla. X-i alacağıq 3 mola bərabər. Deməli, ikinci ifadəmizin doğru cavabı da olacaq 3-ə bərabər. Uşaqlar, 10-cu sualda belə bir şəkil verir bizə. Deyir, X maddəsinin mis ilə reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Burada qeyd olunub ki, X turşusudur, zəif közərmiş çubuq X turşusunda alışıb yanır. Biz bunu gələcək dərslərimizdə nitrat turşusu dərsində keçəcəyik və deyəcəyik ki, nitrat turşusunun, xüsusilə də qatı nitratın belə bir xassəsi var ki, zəif közərmiş çubuq qatı nitrat turşusunda alovlanmağa başlayır. Yəni, biz artıq burada başa düşürük ki, X turşumuz qatı nitratdır və mən burada reaksiyanı sizin üçün yazıb əmsallaşdırmışam. Bu bizim ilk ifadəmizin doğru cavabıdır. Ardına baxaq. M mol misin X turşusu ilə reaksiyasından ayrılan qaz ilə. Ayrılan qaz burada NO2 qazıdır. Deməli, bizim NO2 deyilən bir qazımız var. Amma mol miqdarının nə qədər olduğunu biz bilmirik də. X mol qabımızda NO2 var. Və 2 molda hidrogen sulfid qazımız var, yəni H2S qazımız var. Bu qaz qarışığının orta molyar kütləsi 38-ə bərabər olarsa, N-i hesablayın. N də misin reaksiyaya girən miqdarıdır. Gəlin, indi biz M ortanın düsturunu yazaq. 38-ə bərabər edək. Görək qabımızda nə qədər NO2 var. M ortanın düsturunu yazıram. M orta bərabərdir. Nü1 vurulsun M1. Üstəgəl Nü2 vurulsun M2, bölünsün Nü1 ilə Nü2-nin cəminə. X mol NO2 qazımız var. Burada ayrılar da verilibdir. NO2-nin emeri 46-ya bərabərdir. H2S-in emeri 34-ə bərabərdir. Deməli, X mol mənim NO2 qazım var. X-i vururam 46-ya, üstəgəl. 2 mol H2S qazımız var. 2-ni vururam 34-ə. Bölürəm molların cəminə, yəni X ilə 2-nin cəminə. Bunu da bərabər edirəm 38-ə. Buradan uşaqlar diqqətli bir formada hesablayacağıq. Alacağıq X-imiz bərabərdir 1-ə. Yəni bu o deməkdir ki, mənim qabımda 1 mol NO2 var və sualın şərtində deyir ki, N mol misin reaksiyasından ayrılan qazı ilə, yəni mis burada nə qədər reaksiyaya giribdi mən bilmirəm, amma əsas məsələ biz artıq bildik ki, 1 mol NO2 qazımız əmələ gəlibdir. Gəlin, indi tənasibi özümüz quraq, reaksiyaya daxil olan misin miqdarını biz tapaq. Bu reaksiyada hazırda 1 mol mis reaksiyaya giribdir. Və bu zaman 2 mol NO2 əmələ gəlir. N mol mis də reaksiyaya girəndə 1 mol NO2 əmələ gəlir. Biz çünki burada 1 rəqəmini tapmışıq. Bu zaman N-imiz bərabər olur 0,5-ə. Bu da bizim olur ikinci ifadəmizin doğru cavabı. Uşaqlar, 11-ci sualda bizə deyir ki, üzvü maddə X-dir. Maddə miqdarı 0,2-dir. Karbonun bu zaman içindəki kütləsi 4,8, hidrogen 0,4, oksigen də m qrama bərabərdir. Gəlin, maddəni 1 mola gətirək.
bizim üçün rahat olsun. Əgər maddənin 0,2 molunda 4,8 qram karbon varsa, 1 molunda nə qədər olacaq x? X-imiz bərabər olacaq 24-ə. Yəni maddənin 1 molunda 24 qram karbon var. Eyni qaydada tənasüb quracağıq. Maddənin 0,2 molunda 0,4 qram hidrogen varsa, 1 molunda neçə qram hidrogen olacaq? X. X-imiz də buradan bərabər olacaq neçəyə? 2-yə bərabər, düzdürmü? Oksigeni isə hələ tapmayaq. İndi bir şey edək uşaqlar. Burada tapdığımız qramları indekslərə, yəni sayılara çevirək. Karbon 24 qramdır. Karbonun da ayrı 12-yə bərabərdir. 24-ü 12-yə böləndə karbonun indeksinin 2 olduğunu tapırıq. Hidrogen kütləsi 2-yə bərabərdir. İndeksi də, daha doğrusu ayrı da 1-ə bərabərdir. 2-ni də 1-ə böləndə elə hidrogenin indeksini biz tapacağıq ki, 2-yə bərabərdir. Oksigen isə indeksinin neçə olduğunu bilmirəm uşaqlar. Oksigenin indeksində bir x deyə ifadə edək. Və bizə kömək üçün deyir ki, maddənin emeri 90-a bərabərdir. Gəlin bu maddənin emerini 90-a bərabər edək. 2-ni 12-yə vuranda 24 qram karbon var. 2-ni 1-ə vuranda 2 qram hidrogen var. Plus oksigenin indeksini vuracağıq 16-ya. Cəbri cəmi 90-a. Üzrlü sayın, cəbri cəmi 90-a bərabər edəcəyik. Düzdürmü? Burada uşaqlar, belə deyim, x-in qiymətini diqqətlə hesablayarsınız. X-in qiyməti burada olacaq 4-ə bərabər. Yəni, mən x deyə ifadə etdiyim nədir? Burada x deyə ifadə etdiyim oksigenin sayıdır. Deməli, birləşməmizin formulu belə olacaq. C2H2O4 formasında. Bizə isə deyir, ilk növbədə M-i hesablayın uşaqlar. M oksigenin çəkisidir. Və maddənin hansı mol miqdarından söhbət gedir? 0,2 mol miqdarından söhbət gedir, düzdürmü? Deməli, bizim maddəmiz 0,2 moldur. Birinci oksigenin burada kütləsini tapaq. Çünki bizə ilk növbədə deyir ki, M hesablayın. 0,2-ni vururuq 4-ə. 0,8 mol burada oksigen var. Oksigenin də ayrı 16-ya bərabərdir. Bunu vurduğumuz zaman doğru cavabımız çıxacaq 12,8 qrama bərabər. Daha sonra bizə deyir ki, X maddəsinin formulunu yazın. X maddəsinin qapalı quruluşunu belə yaza bilərsiniz. Açıq quruluşu da bu şəkildədir. HOOC, COOH, oksalat və yaxud da turşəng, turşsu deyə maddəmiz adlanır. Baxaq 12-ci suala. Uşaqlar, belə bir kristal hidrat verir bizə. Deyir, bunun içərisində 12,8% kükürt və 36% su var. Burada cəmi 1 mol kükürt var. Görürükmü buradan? 1 mol kükürdün ayrı 32-yə bərabərdir. Yazdım onun üzərində 32. Və sual mənə deyir ki, bu kristal hidratda 12,8% kükürt var. Mən də tənasübümü qururam ki, 32 qram çəki 12,8% kütlə payına sahibdirsə, görəsən mənim maddəmin ümumi emeri neçə qram olmalıdır ki, bu 100% kütlə payına sahib olsun? Buradan hesablayıb tapacağıq ki, x bərabərdir 250. 250, bax bu duzlu, sulu, bütün kristal hidratın cəm çəkisidir. Və deyir ki, bunun 36%-i sudan ibarətdir. O zaman 250-nin 36%-ini tapaq görək. Bu neçə qrama bərabərdir? 250-ni vuracam 36-ya, böləcəm 100-ə. Buradan doğru cavabımız çıxacaq 90-a bərabər. Uşaqlar, bax bunu silək üzərində qeyd eləyək. Deməli, 90 qram suyun çəkisidir. 250 də cəm çəkidirsə, duza nə qədər çəki qalır? 160 qalır, düzdürmü? İndi bizə deyir ki, birinci növbədə N-i hesabla, yəni suyun əmsalını hesabla. Deməli, 90-ı böləcəyik 18-ə suyun emerinə, tapacağıq ki, suyun mol miqdarı 5-ə bərabərdir. N-in qiymətini tapdıq. 250-dən də 90-ı çıxanda duzun emeri 160-a bərabərdir. Bu maddənin emerini 160-a bərabər etsək, deməli, maddəmiz belədir. XSO4, SO4-ün çəkisi 96-ya bərabərdir. Yazacam X üstə gələk 96 bərabər olacaq 160-a. O zaman X-in özünün ayrı da bərabər olacaq 64-ə. Bu da bizim olacaq ikinci ifadəmizin doğru cavabı.